Salam əziz tələbələr, mövzumuz fizikadan tam mexaniki enerjinin saxlanma qanunudur. Mən bunu izah eləmək üçün 2 stəkan götürün, biri boşdur, birində su var. Və biz birinci uşaqlara sualımı verim görüm. Mənim əlimdəki suyun miqdarı, daha doğrusu əllərimdəki suyun miqdarı dəyişdi mi? Bəs indi? Dəyişdi. Mən bilən dəyişmədi. Dəyişmədi. Aha, yenə də dəyişmədi yəqin ki. Aha. Əziz tələbələr, mən bunların üzərinə bir enerji yazmışam, burada bir potensial yazmışam, burada bir kinetik yazmışam. Əgər bu iki cisim bir-biri ilə təsirdədirsə, yalnız bir-biri ilə təsirdədirsə, bunlar qapalı sistem təşkil edir. Qapalı sistem təşkil. Qapalı sistem təşkil eləməyə bilər. Gəlib mən burada suyun miqdarını eləyə bilərəm, azalda da bilərəm. Yəni olmaya da bilər qapalı sistem. Və ya tam başqa cür qapalı sistem ola bilər, amma əlim titrəyər, suyu nə edərəm? Yerə dağılaram. Bu zamanda bu suyun miqdarı nə eləmiş olar? Azalmış olar. İndi deyək ki, bizdə qapalı sistem təşkil edən iki cisim var. Və bu cisimlər bir-birinə konservativ qüvvələrlə təsir edir. Konservativ qüvvələrlə təsir edir. Nədir konservativ qüvvələr? Konservativ qüvvələr mexanikada elektromaqnit təbiətli elastiklik qüvvəsi və gravitasiya təbiətli ağırlıq qüvvəsidir. Bu iki qüvvə təsir edirsə qapalı sistemdə, sistemin tam mexaniki enerjisi sabit qalır. Bunun suya aidiyyatı, bu suyun miqdarı sistemin nə idi? Tam mexaniki enerjisidir. Razı mı? Sistemin tam mexaniki enerjisi bu suyun miqdarıdır. Və bu suyun miqdarı nə vaxta qədər dəyişməyəcək? O vaxta qədər ki, sistemdə konservativ qüvvələr təsir etsin, yəni dağılmasın. Konservativ qüvvələrdə dedik 2 oldu. İndi və bu konservativ qüvvələrin təsirinin nəticəsində burada potensial var, burada kinetik var. Potensial enerjinin azalması kinetik enerjinin neyinə gətirəcək? Kinetikin azalması, amma ümumi miqdarı dəyişməyəcək. Bunu düşünürük kafamızda. Özü dəyişdi. Dağıldısa dəyişdi. Ardınca biz birinci addım. Bu zaman keçir, potensial azalır, kinetik artır. Birdən-birə mən sehirkar olsaydım, sehirkar belə söz yoxdur heç zaman, sehirbaz olsaydım. Kəsər videoda yaxşı. Sehirbaz olsaydım, nə baş verərdi? Mən bu zamanı dayandıra bilsəydim, verilən andakı potensial və kinetiki nə edə bilərdim? Tapa bilərdim. Yəni verilən andakı. Gəlin bunun nə olduğunu izah eləməyə çalışaq. Verilən andakı da suyu o yan bir çox elədik. Məsələn, cisim şaquli istiqamətdə sərbəst düşür aşağıya doğru. Müəyyən bir h hündürlüyündə. Və biz tam mexaniki enerjiyə nə dedik? Bu suyun miqdarı dedik. Düzdürmü? Qeyd edim ki, bu potensial enerjimiz var. Baba, bu halda bütün su hardadır? Potensial enerjidədir. Lap başlanğıcda. Yəni, tam mexaniki enerjimiz başlanğıcda potensialın nəyinə bərabərdir? Maksimalına. Suyun miqdarının hamısı buradadır. Burada isə yoxdur. Boşdur. Aşağı düşdükcə nə baş verir? Potensial azalır. Potensialın azalmasını biz buna H-max deyək uşaqlar. Müəyyən bir hündürlüyə düşürük.
Müəyyən bir hündürlüyə gəlib çatmışıq. Buradan başlamışıq. A nöqtəsindən B nöqtəsinə çatmışıq. Və artıq hündürlüyümüz azalıb. Bu zaman bizim potensialımız olub nə? MGH. Amma artıq tam enerjimiz potensiala bərabər deyil. Çünki bu birində də su var. Bu birində də su var. Aha. Deməli bizim artıq neyimiz var bir də? Kinetikimiz var. Kinetiki də necə tapırıq? MV kvadrat bölü 2 P kvadrat bölü 2 PV böl 2 hər hansı biri. Bu qiymətlər ani qiymətlər adlanır. Ani qiymətlər adlanır. Və potensial enerji bu potensial enerji deyirəm. Tam enerji bu ani qiymətlərin cəmi. Yəni bu ikisindəki suyu toplasan elə təzədən tam enerjini alacaqsın. Digər tərəfdən bu gəlib yerə dəyəndə, deyək ki, C nöqtəsinə çatanda nə baş verir? Artıq onun bütün potensialı qurtarmış olur. Yəni potensialın hamısı gəlir. Всё. Vəssalam. Bitmişdir. Onda tam enerji hamısı hara yerləşdi? Deməli belə çıxdı ki, həmin bu tam enerji C nöqtəsində kinetik enerjinin maksimal qiymətinə bərabərdir. İndi bunu biz qrafiklə ifadə edək. Belə çıxdı ki, şaquli aşağı düşən cisim üçün tam enerjinin zamandan heç bir asılığı yoxdur. Tam enerji zaman dəyişir, tam enerji dəyişmir. Qeyd edim ki, mən ağırlıq qüvvəsi üçün danışıram. Ağırlıq qüvvəsi konservativ qüvvədir. Tam mexanik enerji saxlanacaq. Ancaq aşağı düşdükcə kinetik enerjimiz kvadratik artır. Kinetik enerji artır. Potensial enerji isə bu formada azalır. Bu nöqtə düşmə müddətini, sərbəst düşmə müddətini göstərir. T düşmə. Ancaq bunların cəmi olan tam enerji Gülcan dəyişmir. Videoda adınızı yəqin ki, əbədiyyətə saxlamaq istəyirsiniz, ona görə dinləmirsiniz. Davam eləyək. Və ya cismi yuxarı atırıqsa, cismi siz şaquli yuxarı atırsınızsa, onun başlanğıcda kinetik enerjisi nədir? Vardır. Sonra getdikcə nə edir? Azalır. Kinetik enerji azalır. O çevrilir yavaş-yavaş potensiala. Amma potensial artır. Sonda maksimalda bu tam belə deyək ki, kinetik enerji bitmiş olur. Potensial maksimum olur. Tam isə bu trayektoriyanın heç bir yerində, hətta aşağı düşəndə də dəyişmir. Əgər deməli biz yuxarı atsaq, yenə də tam enerji neynəməyəcək? Dəyişəsi deyil. Amma indi kinetik enerjiyə baxaq. Kinetik enerjinin zamanın asılığı isə qalxma müddətinə qədər bu parabolanın sol qoluyuq, sonra isə parabolanın sağ qoluyuq. Bu formadadır. Ancaq potensial enerji bu formadadır. Qalxma müddəti buradadır uşaqlar. Burası uçuş müddətidir. Uçuş müddətidir. Vəssalam. Qrafikləri dedik. Düsturlar, yeni düsturlar yoxdur. Sadəcə tələbə anlamalıdır ki, bunların biri digərinə nə edir? Çevrilir və bunu dəqiq anlayırsa, məsələ bitir. İstənilən məsələdə həll eləmiş olur. Tutaq ki, cisim 4H hündürlüyündən düşür, gəlir B nöqtəsinə. B nöqtəsinin yerdən olan hündürlüyü 3H-dır. B nöqtəsindəki kinetik enerjinin potensiala olan
nisbətini istəyirlər. B nöqtəsindəki kinetik enerjinin B nöqtəsindəki potensial enerjiyə nisbəti. Tələbə deyir ki, burada sürətlə bağlı heç bir şey yoxdur, H-lar var. B'dəki kinetik enerji yerinə B'dəki tam enerjidən nəyi çıxmaq olar? B'dəki potensialı bölmək olar yenə də B'dəki potensial enerjiyə. Eləmi? Kinetiki bilmirəm, tamdan potensial çıxıram. Deyərsən, mənim göy tamı bilirsən ki. Tamı mən bilirəm. Tam potensialı neyinə bərabərdir? Maksimal qiymətinə. Maksimal qiymət nə qədər idi bizdə? 4H. 4 mgh çıx B nöqtəsində 3 mgh böl 3 mgh. Yekun cavab. Yəni gördüyünüz kimi birazdan məntiq məsələ həll olunacaq. Başqa sahədə də bu belədir. Əgər biz deyək ki, sürtünmə qüvvəsinin təsirini nəzərə almasaq, bir yay götürsək, yayda bir arabacıq götürək, arabacığı dartaraq buraxaq. Sürtünmə qüvvəsinin təsirini nəzərə almırıq. Əgər sürtünmə qüvvəsinin təsirini nəzərə almırsan və havanın müqavimət qüvvəsini də nəzərə almırsansa, bu zaman buna hansı qüvvə təsir edir? Yalnız elastiklik qüvvəsi. Və o elastiklik qüvvəsi də konservativ qüvvədir. Bu səbəbdən də tam mexaniki enerji nə edəcək? Dəyişməyəcək, saxlanılacaq. Sadəcə bir haldan digər hala keçəcək. Yayın potensial enerji düsturu bizdə fərqli idi. Hansı düsturlar idi? Kx kvadrat bölü 2, f kvadrat bölü 2k, fx bölü 2. Tam enerji ya potensialı maksimanla, ya kinetik enerji maksimanla və ya ani qiymətdirsə, yenə də potensialla kinetikin cəminə. Tam enerji burada da nə eləmir? Dəyişmir. Tam enerji nə vaxta qədər dəyişmir? Yalnız konservativ qüvvələr sistemdə təsir edəcək. Sistemdə başqa qüvvələr təsir edəndə tam mexaniki enerji dəyişir. Buna nümunə. Sürtünmə qüvvəsi konservativ qüvvə deyil. Bu səbəbdən də əgər o sistemdə o qüvvə təsir edirsə, tam mexaniki enerjinin müəyyən hissəsi sistemin daxili enerjisinə çevrilir. Bunu nümunə. Əllərimizi bir-birinə nə edirik? Sürtürük. Əllərimizi bir-birinə sürtəndə başlayır bu əllər qızmağa. Soyuqda əlbi sürtmürsən. Niyə sürtürsən? Əlbi silətmək üçün. Deməli, sənin əlinin mexaniki enerjisi nəyə çevrilir? Daxili enerjiyə, istilik enerjisinə çevrilir. Burada bir mexaniki enerjidə etkimiz var. Ümumlükdə tam enerji, mexaniki enerjidən danışmıram. Tam enerji heç vaxt dəyişmir. Bir haldan digər hala eləyə bilir? Keçə bilir. Lakin tam mexaniki enerji gördüyünüz kimi qeyri-konservativ qüvvələr təsir edəndə dəyişdi. Sürtünmə qüvvəsi bu qeyri-konservativ qüvvələrdən biridir. Toqquşmalarımız var idi. Elastiki toqquşma var idi, mütləq elastiki toqquşma və bir də mütləq qeyri-elastiki toqquşma. Mütləq elastiki toqquşmada tam mexaniki enerji nə edir? Saxlanır. Elastikdə. Mütləq qeyri-elastikdə isə tam mexaniki enerji saxlanmır. Enerjinin müəyyən hissəsi nəyə çevrilir? Daxili enerjiyə. Nümunə üçün ata övladına əsəbləşib şillə vuranda nə baş verir? O şillə gəlir onun üzünə dəyir. Bu toqquşma mütləq qeyri-elastikidir. Nəticədə uşağın üzü qızarır. Səbəb? Biz bilirik ki, onun əlinin kinetik enerjisi nəyə çevrilir? Gəlir üzün daxili enerjisinə çevrilir. Üz qızır. Nəticədə damarlar genişlənir. Ora axan qanın miqdarı artır ki, istiliyi oradan neynəsin? Götürsün. Nəticədə həmin hissə qızarır. Yəni gördüyünüz kimi bütün hadisələrin müəyyən bir fiziki səbəbi var. Yəni fizika özü nədir? Təbiət hadisəsi. O da təbiət hadisəsi. Yəni siz sadəcə fikirləşməyi öyrənməlisiniz.
Məncə tam mexaniki enerjinin saxlanma qanunu haqqında bu qədər. Dayanırıq.